Salam, bu günlər sizlərlə SketchUp necə işlənir videosu çəkəcəm. İlk öncə Google-ı açırıq və burada software SketchUp pulsuz yüklə yazırıq. Burada pulsuz yüklə SketchUp üçün bu gəlir. Buna vururuq. Vurduqdan sonra bizi belə bir ekran qarşılayır. Biz burada yüklə işarəsinə vururuq. Burada SketchUp 15.3.330 var. Və bura aşağı gəldikdən sonra burada pulsuz yüklə SketchUp üçün Windows var. Bu işarəyə vururuq. Vururuq bu işarəyə. Və SketchUp-ınız hazırdır. Burada yüklənir. Özüm onu yüklədim. Və buradan çıxıb onu yüklədikdən sonra bura düşür. Fayllarımıza girək. Girdi. Burada dovlantısının üzərinə gəlirik və burada SketchUp-ı görürük. Bunlardan birinə vururuq və SketchUp yüklənir. Burada finish, next falan gələcək. Onlara basaraq SketchUp yükləyə bilərsiniz. SketchUp-da mən baxdım, yəni normalda işləyir. Bu qədər videomuz, kanala abunə olmağı, like atmayı unutmayın.